Mamedin vaxtında bunu eləyə bilmirdilər. Rövşanın vaxtında, tutaq ki, Axundov Çingizin vaxtında, Hikmətin vaxtında, Bəxtiyarın vaxtında qolu o niyə səsini çıxarda bilmirdi? Çünki bu mentovskoy proqramını icra eləyə bilmirdi. Mamed ayıq idi, Rövşan ayıq idi, Axundov Çingiz ayıq idi. İndiki bunlar ki dünyasını dəyişdi hamısı. Ondan sonra bu qolu keçdi mentovskoy proqramaya. Nə qədər oğruları davet elədilər, nə qədər oğruları sıxdılar, nə qədər oğrulara pul verdilər ki, sakit qalsınlar. Bəziləri pula kulvatdadır ki, apşaka udileniya eləyir. Halbuki o pul, qryazna pulu idi. O pul təmiz pul deyil idi, dövlətin pulu idi, hakimiyyətin pulu idi. Bəzilərin dövlət o agentura tərəfdən sıxdılar. Bəziləri nazirlərin əlindən sıxdılar. O belə qulunu yerləşdirdilər Türkiyədə. Qulunu yerləşdirdilər Türkiyədə. Hətta Sədat Pəkər də belə, Sədat Pəkər də nədir o? Sədat Pəkər də özünün mətal qaldı ki, bu nə qədər dövlət sistemlərinə bu bağlıdır.